Fatimə Zəhranı tanımaq üçün gərək Qədir gecəsini tanıyasan. Qədir gecəsini gərək dərk eləyəsən. Qədir gecəsini dərk eləyə bilmirsənsə, hətta Quran buyurur, Peyğəmbər, sən nə bilirsən və ma ədraka ma leylatul qədr. Qədir gecəsi hansı gecədir? Peyğəmbərə sirridir bu gecə. Sən Fatiməni necə tanıya biləcəksən? Fatimə Qədir gecəsi kimi bir Biz xanım Fatimə Zəhra salamullah əleyha kimi yaşaya bilmərik, Həzrət Əli kimi yaşaya bilmərik. Amma onların fədakarlığını, etdiklərini də heç vaxt unutmamalıyıq. Özümüzü ona oxşatmalıyıq. Bugün gənclərimiz uğur, nüfuz, sərvət arxasındadır. Hər bir gənc, xanım və ya kişi uğur axtarır, sərvət axtarır, qazanc axtarır, dünyəvlik axtarır. Xanım Zəhra salamullah əleyha heç birinə malik deyildi. Amma onu tanımayan yoxdur. Onun evi yox idi. Onun evi mədrəsə oldu. Onun evi mədrəsə idi. Xanım Zəhranın kürsüsü yox idi. Səsi bəşəriyyət oyatdı. Onun məzarı gizlidir, amma adı qaranlıq dövrləri işıqlandırır. Xanım Zəhra salamullah əleyhanın ailəsi Allahla birləşdirən bir körpü idi. Xanım Zəhra salamullah əleyhanın məzarı gizli olduğuna görə biz də burada Xanım Zəhrayı yas saxlayırıq. Anası ölən ananın qədrini bilər. Atasını itirən, valideynini itirən, valideynlərin qədrini bilər, ona ehtiram göstərər. Həm ölüsünə, həm dirisinə. Özümüzü nə qədər xanım Fatimə Zəhranın əzadarı kimi aparacaqsa, biz onda xanım Zəhradan hacət ala biləcəyik.